onunla bərabər Nardoğan bayramını və qış bayramını da qutlamalıyıq. Bildiyimiz kimi türklərdə bir dekabrın 25-də keçirilən Nardoğan bayramı var. Buradakı nar sözü artıq qeyd etdiyim kimi əski türk dilində günəş mənasına gəlir və dekabrın 21-i 25-də keçirilən bayrama da Nardoğan bayramı deyilmişdi. Səbəb nə? Niyə insanlar iki fərqli bayram keçirirdi? Çünki insanlar bir ən uzun gecənin bitdiyi günü müəyyənləşdirmək və bir də gecə ilə gündüzün bərabərləşdiyi günü müəyyənləşdirib buna uyğun ümumi həyat yaşayış proseslərini düzənləməyə çalışırdı. Artıq qeyd etdiyim kimi Romada dekabrın 25-də keçirilən bir bayram var idi. Saturnalia bayramı. Bu bayramın adının kökü Saturndur. Bu Saturn Roma inancına görə bir əkinçi tanrısı idi. İndi həmin Saturn sözünün də izahını qarşıda verəcəm və bu bayrama əvvəl Neos Natalus Domino deyilirdi. Yəni doğum günü, İsa'nın doğum günü. Daha sonra buna qısaca olaraq Natal və ya fransız fonetikası ilə Noel deyildi. Hansı ki, bugün Şaxta babanın digər bir adı olan Noel ki sözü var, əslində o doğum babası deməkdir. Və biz eyni ilə, demək, Skandinavların bir yul tonqalı qaladığını, bunun yanan közlərinin sönmüş hissəsini daha sonra evlərinə apardığını və burada insanların keçi paltarı, maskaları taxaraq rəqs etdiyi hadisələrinin mənələrcə günümüzə gəlib çıxdığını bilirik. Və eyni ilə proto-slavlarda da keçi maskası taxan, keçi postu geyinən, kürkü geyinən insanların bu qış bayramında rəqs edərək insanlardan hədiyyələr topladığını bilirik. Bütün bu hadisələri bilmək bizə niyə vacibdir? Demək ki, biz görürük ki, dekabrın 25-də keçirilən bayramın arealı çox böyükdür. Demək, türklər Sibir Altay arasında bu bayramı keçirirsə, bu Skandinavlarda eyni ilə bir yul adlı bayram keçirilir. Bu protoslavlarda da var və Roma mədəniyyətində də var. Bu yul sözü nədir? Yul sözü demək bizim dilimizdə yel sözü ki var idi. Hansı ki deyilir ki, türklərdə 4 çərşənbənin adı yoxdur. Əslində buradakı yul əslində yel tonqalıdır. Niyə? Çünki qədimdə qış sözünün sinonimlərindən biri də yeldir. Və bu yel bilmək növbəti bizə hansı faktı verəcək? Biz ağac sözünün kökünün ək və sə kökündən əkəc ağac formasında formalaşdığını, onun tərs kombinasiyası kimi əkdən çiçək sözünün formalaşdığını göstərə bilərəm. Və dolayısıyla demək yel ək, yəni yel ağacı deməkdir. Hansı ki bu bizim qarşımıza rus dilində olan yolka kimi çıxır. Bu hansı yolkadır? Bildiyimiz demək şam ağacıdır ki, hansı ki dekabrda onu bəzəyirlər. İndi şam ağacının qarşıda dəyinəcəm. Sadəcə olaraq faktlara uyğun istəyirəm danışım, məsələlər qarışmasın deyə.